İmkanlı şəxslər Maldivə dincəlməyə gedir. Azərbaycanlı futbolçu Nazim Məmmədzadə isə çempion olmağa. 4 il bundan qabaq Neftçini tərk edərək Şimali Makedoniya klubuna keçdi. Oradan İspaniya, Latviya, Polşa, Qırğızstan, indi də nəhayət Maldivəcən gəlib çıxan Məmmədzadə axır ki özünə layiq olan bir komandanı seçdi. Onun karyerasına baxanda fikir vermək olar ki, bəzi klublarda az oynayır, bəzilərində çox oynayır, özünü axtarır, tapmaq istəyir və nəhayət özünə gəlib Maldiva ölkəsində Maziya komandasında tapdı və ölkənin çempionu oldu. Hər şeydən razıdır. Düzü deyir ki, Azərbaycan milli çempionatında maaşlar daha çoxdur, amma mən Maldivi seçirəm. Niyə də yox? Təbiəti əla, hər şey yaxşı, özün də ölkənin çempionusan. Sabah Asiya liqasında da oynasan, səni daha yaxşı klublar görə bilər. Azərbaycanı niyə qaydasan? Həm də çempionsan. Ondan yaxşı nə ola bilər?